Salam dəyərli izləyicilərimiz. Bu gün biz sizlərə podkast videosu çəkəcəyik. Kombilər haqqında maraqlı və faydalı söhbətlər edəcəyik. Mən Ustad İlkin. Salam hər kəsə, mən Ustad Ceyhun. Elə başlayaq. Ümumiyyətcə kombi nə deməkdir? Kombi ümumiyyətlə belə bir anlayış nəzərdə tutaq ki, kombi evimizin istiliyini təmin edən və bizə ehtiyac olunan isti suyu təmin etdiyi, yəni hər ikisinin də cəmləşdiyi cihaza kombi deyilir. Və Ceyhun belə deyim, müştərilərimizin ən çox rastlaşdığı sizin yəni bu praktikanıza dayanaraq da neçə ildir bu işdə işləyirsiniz, dayanaraq deyirəm, suala cavab verəsiniz ki, ən çox yaşadıkları problem nədir? Deməli, belə başa salım sizə. Kombidə ən çox rastlaşdığımız şeylərdən biri odur ki, əsasda müştərilərin. Misal üçün zəng vurur ki, kombi işləmir. Yəni birinci verdiyimiz suallardan biri odur ki, ya su yerindədir. Yerindədirmi? Mən də o sualı verirəm. Mənə deyir ki, suyun təzyiqi yaxşı gəl. Bunu biz də nəzərdə tuturlar. Suyu evin girişinə gələn suyu nəzərdə tuturlar da. Ya biz onu başa salırıq ki, o sudan söhbət getmir də. Məsələn, suyun özünə təzyiq olur. Məsələn, 0.5 Kombinin özü istəndə bəli. 0.5-dən aşağı işləmir. 1.5 olmalıdır, 2-yə yaxın olmalıdır, 1-dən yuxarı olmalıdır. Məsələn, biz bununla başa salırıq, hə. Ondan sonra suyun təzyiqinə nəzarət yetirirlər. standart olaraq yəni 1,5 olmalıdır da, yəni ki, işləməsi üçün kombinin düzgün. 1,5, 1.6, 7, 8, maksimum 2-yə qədər ola bilər. Çünki nəyə görə biz 1,5 nəzərdə saxlayırıq? O istilik olduqda, yəni genişlənmə olduğu üçün o su istər-istənməz genişlənmədən təzyiq qalxa bilər. Çünki orada 3 bar deyilən bir şey var. Həmin üstə 3 bar deyilən şey təzyiq çox qalxdığında təzyiqi sıradan artıq olan suyu çölə buraxma imkanı var olduğuna görə 1,5-da saxlamalıyıq ki, genişlənmədə çox 2,5-a qalxmasın. Bəs İkinci qazdır. Qazın da olmağı, o məsələn bəzən deyirlər ki, evə qaz gəlir. Bu niyə yanmır? Yəni bu proseslər var da, yəni kombidə işlədikcə proseslərdən keçməlidir. Proseslərdən necə keçməlidir? Məsəl üçün birinci su olmalıdır. Ondan sonra kombinin işləmə prosesi var. belə deyim də, kombimizin əsas işləməsi üçün suyun təzyiqinin 1,5 olması lazımdır. Müştərinin özü qazın gəlib gəlməmədiyini yoxlamaq lazımdır ki, qaz evə gəlirmi, gəlmirmi. Ondan sonra yəni üstüyə müraciət etməlidir. Belə başa düşdük ki, ilk olaraq ən çox yaşanan problem suyun təzyiqinin aşağı düşməsi, bir də qazın kəsilməsidir. Bu hallarda xəta verir. Yəni istifadəçi ilkin olaraq kombini özü baxış keçirib sonra üstüyə müraciət etməlidir. İndi Ceyhun usta, əsasən kombiyə deyirik ki, yuyulmalıdır. Yəni müştəri zəng vurur, yəni mənə də, sizə də çox zəng gəlir ki, usta, mənim kombim yuyulmalıdır. Bu yuyulma dedikdə nə nəzərdə tutmaq istəyir müştəri? Valla o, mən də sözün açığı çox vaxtım başa düşə bilmirəm. Çünki bizə deyirlər yumaq. Məsələn, deyirlər ki, kombinin yuyulması. Deyirəm ki, kombinin isti suyu zəif gəlir. Yox, ev qızmır. Deyirəm ki, o radiatorsuz yuyulmasından söhbət edirsiniz də yəqin ki. Ondan sonra söhbət elədikcə başa düşürük ki, onun nə istədiyini biz bilirik də. Yəni hamı radiatora da kombi deyir, kombiyə də kombi deyir. Yəni bu kombi yuyulmalı, mənim fikrimcə 3 yerə ayırsaq daha uyğun olar da. Bəli. İsti su xəttinin yuyulması, kombi xəttlərinin və radiator sisteminin yuyulması və bir də kombinin özünün Texniki texniki baxış. baxışı. Bəli, texniki baxış. Belə deyək də, çox adam zəng vurur məsələn, qışa hazırlıq olsun deyə. Qış girməmişdən məsəl üçün bu sentyabr ayında, oktyabr ayında müraciət edirlər ki, mən istəyirəm ki, həmişəşkilin gələsən, mən kombimə ilkin baxış eləsən ki, mən qışda əziyyət çəkməyim. Yəni bu hər il elədiyi proses olduğuna görə həmişə bu müştərinin yadında qalır. Yəni belə şeylər olduqda da qışda əziyyət çəkmir. Yeri gələndə biz məsələn ora gedəndə görürük də isti su zəif gələndə deyirsən isti su da zəif gəlir, bu yuyulmalıdır. Məsələn, radiatorların qəşəng qızmır, bu yuyulmalıdır. Biz bunu deyirik ya da ki, müştərinin özü təklif edir ki, keçən il bu qızırdı, indi qızmır. Yəni belə deyək də, yəni qısa bir yolundan qaytarsaq, əsas da müştərilərin nəzərinə çatdıraq ki, siz sentyabr, oktyabr aylarında, avqust aylarında kombinizə illik texniki baxışı keçirsəniz, o zaman məncə qiymət yəni o zaman daha uyğun olur. Uyğun olur. Həm də vaxt olduğuna görə, bol olduğuna görə rahat işi görürsən. İstər-istəməz təbii ki, dekabr ayında gəlib görəcəyin işi ilə sentyabr ayında görəcəyin işdə çox
var. Telefon susmur, havanın temperaturudur, həm tələsirsən istər-istəməz. Hə. Yəni o vaxtlarda kombiyə ilkin olaraq texniki baxış keçirsə, mən əminəm ki, bizim dekabrda da, yanvarda da, noyabrda da kombimizdə yaranacaq problemi demək olar ki, 70-80% qarşısını alır. Bəli, elədir. Eyni düşündüyümüzə sevindim. Müştərimizin əsas suallarından biri odur ki, kombinin əsasən qaz sərfiyyatı var. Deyir ki, qaz sərfiyyatı həddindən artıq çoxdur. Məsələn, qonşumda da eyni kombidir, eyni kombi deməyək də, eyni kvadratdır evin. Onda qaz pulu az gəlir, mənim qaz pulum çox gəlir. Yəni ki, bir Ya o problemi çox yaşayır, mən heç yaşamıram. yaşam Ya o yaşamır, mən yaşayıram. hə, yəni bundan bağlı əsas kökü yenə bu texniki baxışa gətirə bilərik ki, yəni əsas Əlbəttə, vacib. əlbəttə. Sən özün bilirsən də, yəni bu kombinin hər il baxışı olmalıdır. Elə yerlər var ki, düzdür, suyu, qazı normal olduğuna görə kombidə texniki problemlər çox az olur. Ona görə məsəl üçün çoxsu söhbət eləyəndə deyir ki, 10 ildir qalıbdı, usta gəlməyibdi. İlk olaraq sən gəlirsən. Ya neçə illərdir geyirək ancaq elə fanını təmizləyirik, üstün tozunu təmizləyirik, gəlirik məsələn yumuruq. Amma Bakının elə yerlərində, ümumiyyətlə Azərbaycan elə yerlərində suyun yaxşı olan tərəfi də var, olmayan tərəfi də var. Yəni əsas orada kombidə rol oynayan bilirsən. Sudur və qazdır. Və suyun codluğu, suyun keyfiyyəti olub olmamağı kombini Ömrünü qısaldır. ömrünü qısaldır. Bəli. İndi o sayı sözə adi məsələn ərazi olaraq götürdükdə Höksan olsun, Günəşli olsun, Həzəstanov olsun, bəzi ərazisində həddindən artıq, bir də ki bayır tərəfdə qaz Bilərəm məsəl üçün. hə, o suyu pisdir. Mən əsasən qazı vurğulamaq istədim. Qazı dəhşət çirkli olduğuna görə açsan kombinin içini, bütün ana şarjörün arası uqa, farsunkalar uqa, alışma getmir, bir də görsən və yaxud boğulma gedir. Olmaz bəli. Yəni bu hər il texniki baxış keçirilsə, mənim fikrimcə, bütün bu yaranacaq problemləri hamısını aradan qaldırmış olacaq. Və bir şey də nəzərdə çatdırmaq istəyirəm ki, kombilərin yuyulması, yəni kombilərin yuyulması dedikdə, radiatorların yuyulması neçə ildə bir olmalıdır, yəni ev şəraitində? Neçə ildən biri olmalıdır. Yenə dediyimiz kimi də o sən özün də vurğuladın ki, qaz məsələsi var. Məsələn, elə yer sizdən dediyim məsəl üçün, məsəl götürürəm Günəşdir. Əsasda bayıl. Məsələn, bunların qazları yaxşı olmadığına görə hər il demək olmaz 6 aydan bir Qışa girmədən texniki qulluq olunmalıdır. Bəli. Kombiyə mütləq şəkildə. Amma bəs radiatorların yuyulması, müştəri indi mən müştəriyə zəng vurmuşam ki, Ceyhun usta, mən radiatorumu yudutmaq istəyirəm. Yuduz, işi gördü, çox sağ olun qəşəng. Neçə ildə bir yudutmalıyam radiatorları? Neçə ildə bir yudut. Biz onu bir zərbədə gedib sökürük. Yəni biz onu baxırıq da, yəni yulasıdır yoxsa yulası deyil. Yəni bir baxmamışda da bilmək olmur. Məsələn, ola bilər ki, deyək ki, 2 ildən bir yuyulmalıdır. Gedirsən işi görməyə, ondan sonra baxıb görürsən ki, bu tərtəmizdir. Yəni bu daha da pis gündədir, çişlidir. Məcbur deyilsən ki, bu yuyulmalıdır. Yəni biz bunu belə proqnoz qoyuruq. Bunun üçün də mənim fikrimcə kombi sisteminin çəkilişi də əsas vacib nüanslardan biridir. Əsasən kombinin altında kombi bağlantı seti deyirik də, onların düzgün quraşdırılmayanda və yaxud filtri düzgün quraşdırılmayanda, məsələn gəlirsən indi bunun qayıdışında filtr olur da ki, açıb yəni təmizləyəsən kombinin içinə o çamuru aparmasın da. Baxırsan görürsən ki, setka yoxdur içində. Müştəriyə sual versən, bunun içində setka var. Nə oldu? Bilirsən niyə bunu? O qədər çişliyi olur ki, usta bezir onu təmizləməkdən. Usta deyəndə ki, yəni bezi belə başa salım ki, qoyubdu 10 gün bundan qabaq təmizləyir. Üstündən bir 20 gün, 1 ay keçir, təzədən o proses problem baş verir. Ondan sonra müştəri zəng verir ki, yenə bu belə oldu. Gəlsən baxsan ki, filtr tutulur. Yəni filtr tutulmağı da o deməkdir ki, radiatorların yuyulmasıcan gəlir. Baxın, bu bir siqnaldır da, bir məlumat verir ki, yəni bu radiatorda var da, palçıq var, yenə gələcək, çamur yenə gələcək. Yəni bu sistem yuyulmalıdır. Yəni bu filtr oradan çıxarıb kənara atmaq bir çıxış yolu deyil də. Bəli, elə deyil. İlkin istəməsə bir sual vermək istəyirəm. Məsəl üçün müştəri evdə eləyə biləcəyi, kombiyə eləyə biləcəyi ilkin edə biləcəyi proses. Yəni ilkin olaraq edə biləcəyim müdaxilə yenə sən vurğuladığın kimi kombinin, yəni problem yaşayırsa kombidə, kombinin suyunun təzyiqini yoxlamalıdır. Yəni birdən aşağı olmamalıdır. Ortalama biz 1,5 götürürük, 1,5 olmalı. Və qazın gəlib gəlmədiyinə diqqət etməlidir. Ola bilsin qazı gələ bilər və yaxud qazı güclü ola bilər. Yəni o zaman da alışma getməyə bilər. Adi kombinin altında bizdə nələr qoyulur? Qaz reduktoru qoyulur. Kombidən ayrı reduktor qoyulur ki, qazın təzyiqi yüksək olduqda oradan tənzimləsin. Məsələn,
aktyorka vasitəsilə ora müdaxilə eləyə bilər və yaxud azalda və yaxud çoxalda bilər, yenidən kombini işə sala bilər, yoxlaya bilər. Bütün yəni edə biləcəyi müştərim bunlar. Digər problemlər usta çağırılmalıdır. Nə üçün usta çağırılmalıdır? Yəni müştərinin açıb kombiyə, yəni adi bir problemdirsə, daha böyük problem yarada bilər. Və yaxud ustalar da vardır. Məsələn, zəng vururlar, istəyədən mənim də başıma gəlib də, 3 usta gəlibdi, bu problem düzəlir. Kombidə yaranan problemi düzəltmək rahat, asan. Heç yəni bu yəni texnikada bir problemin vardısa, problemin həlli də var. Amma ustanın və yaxud müştərinin yaratdığı problemi kombiyə müdaxilə eləyərək yaratdığı problemi düzəltmək, yəni Çətinləşdirir. işi çox çətinləşdirir. Çünki elə şeylər var ki, orada eləməməlidir, eləyir. Dəyişiləsi detal olur. Yəni müdaxilə lazım olmayan şeylərə müdaxilə olunur. Müdaxilə, yəni məsələn problem dövriyyə nasosundadırsa, fan sökülür, su ilə yuyulur, sarğısında fəsadlar əmələ gəlir və yaxud sulu salırlar, hava reləsində problem yaranır. Yəni bir çox nüanslar var. Məsələn, açıb bilmədən eşenjorun kombin suyunu boşaltmadan bütün hər tərəfə kombin, yəni su gətirir. Əsasən beyinə Plataya əsasən su dəydisə, fəsadlar ortalığa çıxır. Yəni istər-istəməz. Bir şey demək istəyirəm. Yəni müştərilər də əminəm ki, bu sualı çoxdandır gözləyir. Bugünkü gündə bazarda iki cürə kombi satılır. Yoğuşmalı kombilər, yəni ekonom adına tanınan indi hal-hazırda satılan kombilər, bir də ki, əzəldən yəni dədə-baba işlətdiyimiz hermetik kombilər. Bu yoğuşmalı kombi dedikdə və hermetik kombi dedikdə bu ikisini müştəri nəyə görə ayırmalıdır və sizin fikrinizdə yəni hansını almalıdır? mənim fikrimcə bugünkü gündə belə açıq danışım da, yəni bizə yoğuşmalı demək olar ki, yaramır. Çünki yoğuşmalının detalları da çox bahadır. İndiki günlərdə yəni detallar bahalıqdan da əlavə bəzilərində tapmaq olmur. Məsəl üçün qazanında bir problem oldu. Biz onun qazanına görə çox əziyyət çəkirik. Çünki bizdə o qədər də çox yayılmayıbdır bu satışı. Bizdə ən çox satışda yayılan kombilər hermetik kombilərdir, bilirsən də özün. Və Bu kombilərin də hermetik kombilərin də təmir eləməsi çox asandır bizim üçün. Yəni bilən üçün asandır. Ustalar da bilir ki, yəni bunu düzəltmək çox çətinlik yaratmır. Amma yoğuşmalı kombilərdə biraz çətinliklər çoxdur. Həm yoğuşmalı olduğuna görə belə deyim də, mən özüm misal yoğuşmalı kombi satışını həyata keçirdim. Bir müştəriyə verdim binədə. asılıdır o da Hə, var. istədim mən ona keçeyim. Elə kombi vardı ki, yoğuşmalı kombidə qoysaq, normal kombidə qoysaq düzgün işləm. Yəni əsas bu problemlərdən nədir? Yəni kombi həmin dəqiqə alışır, bir də sönür. Problemlərdən birini mən deyim də sizə. Məsələn, bu yaxınlarda bir 2-3 gündən qabaq belə bir problem rastlaşmışıq ki, kombini qoyub istədiyi dərəcəni qoyub. Məsələn, tutalım ki, 60 dərəcə, 70 dərəcə bu evdə qızına bilmiş. Yəni qızına bilməməyin səbəbi kombin işləməməyi deyil. Çox adam elə başa düşür ki, bu kombidə problem var, qızdırmır. Yox aşk. Göz təzə kombidə aklatmış qoyduq, bu da işləmir. İşləmədi, hə. O indi bizi dəvət edirlər ora. Biz gedib tək kombi ustası olaraq yox, gərək biraz da santexnik ustası kimdə biraz yanaşmaq lazımdır ki, siz orada evdə o radiator sayını hesablaya bilərsiniz. Radiator neçə dənə qoyulmalıdır. Radiator dediyimiz pətəklərdən söhbət gedir. Pətək nə qədər qoyulmalıdır? Hər otağın özünə görə, sayına görə qoyulmalıdır ki, bu otaq qızsın. Bir də məsəl üçün tək qat vardı, cüt qat vardı, evin izolyasiyası vardı. Günü düşmə istiqaməti. Bəlginin düşmə istiqaməti var. Bir də künclər var ki, elə var ki, külək tutan yerdir. Sən oranı qızdırmaq üçün radiatorunu artırmalısan. Sözüm nəyə gəlir? Bizim o gəlib evə baxdığımız vaxtı gördük ki, tutalım ki, evin kvadratı 110 kvadrat evdir, amma qoyulan pətəklərin sayı 80 kvadratlıq pətəkdir. Yəni 80 kvadratlıq evə görə qoyulub. Qısa bir sözlə desək, problemi əsasən kombidə axtarılmaz qədər də sistemdə axtarsaq və biz bu radiator sayını 2 dənə, 3 dənə və yaxud 10 dənə radiator sayını ekonom edəcəyik deyə və yaxud ustanın düzgün hesablamamasına görə sistemdə də, xəttdə də problemlər çıxa bilir də. Yəni kombin kişi yanmaqda yanır, tamam. Deməli istilik düzgün getmir və istilik düzgün dövrə etmədiyi üçün də bu problemlər yarana bilir. Məsələn, o gün bir yumuya getmişik. Kombini yuduq, radiatorlar dəhşət belə palçıq idi də.
En sonunda bu axıra bu su gəlmədiyinə görə işə sala bilmədik. Su gəlmədiyinə görə bitirmişdik işimizi. Kombin suyun yarısını vurduk. Daha sonra gördük motoru zəifləyib. Çıxdıq. Sonradan müştərinin özünə başa saldıq ki, bunun suyunu vurun, havasını çıxardın. Axır 3 dənə radiator qızmır. Uzaq olub yəqin ki, ya. Ya ev də o qədər böyük ev deyil. 5 dənə radiatordur, 4 daş üstündə, kürsü üstündə tikilmiş evdir, həyət evidir, balaca bir ev. Amma baxdığımız zaman kombinin işi düzgün işləyir. Prosta sistem düzgün çəkilmir. Yəni düzgün hesablanma aparılmayıbdı, düzgün bölgü aparılmayıbdı. Yəni bir xətt boyunda çəkilibdi. Onun hesablamaları siz məndən daha yaxşı bilərsiniz ki, yəni düzgün boru hesablanması çox önəmlidir. Biri var ki, boğula-boğula bir təzyiq ilə gedir. Biri də var ki, normal öz standartı ilə gedir. Düzgün misal 32'lik borudan 25'e düşür, 25'ten düşür 20'ye. Yəni o şeyləri düzgün aparılmadığı vaxtda evdə də istədiyi ala bilmir. Ala bilmir, bəli. Çəkilişin özü çox önəm daşıyır kombin özünün işləməsinə görə. Kombin özü də önəmlidir yeri gələndə, yəni markasından asılı olmayaraq. Məncə qaz sərfiyyatına da bunun təsiri. Əlbəttə, əlbəttə. Məsələn, müştəridə mən ilkin soruşduğum söz o olur ki, mənim evim qızmır. Mən birinci növbədə soruşuram ki, müştəridən sizin radiatorunuz necə qızır? Yəni ilk soruşduğum şey o olur. Məsələn, o mən bilirəm axı necə sual verirəm ona. O da mənə verdiyi sualları mən onu dəyərləndirirəm. Necə dəyərləndirirəm? Məsələn, soruşuram ki, necə qızır radiator? O mənə deyir ki, məsələn, radiator əl vurulası deyil, amma ev qızmır. Kombidə bəlkə problem var. Ya nə bilim, o özü seçə bilmir. Deyirəm, məsələn, başa düşən adam məsələn sıraz deyir ki, bunun radiator sayını artırmaq istəyirəm. Eləsi deyir ki, ora motor qoymaq lazımdır. Yəni motoru qoysaq gücləndirəcək, belə olacaq, elə olacaqdır. Yəni o elə deyil. Yəni siz əlinizi radiator vurursunuzsa, radiatorda pətərlərdə qızma varsa hamısında, deməli sizdə pətərlərdə, kombidə problem yoxdur. Pətərlərin sayında problem vardır. Sayında olduğuna görə də o otağı qızdıra bilmir. Bu radiatorlarda, pətəklərdə keçdik. İndi bir isti sudan bir sual vermək istəyirəm. İndi mən müştəri olaraq zəng vurmuşam sizə. Salam Ceyhan usta, necəsiz? Narahat elədim sizi. Mən isti suyumu kombidə dərəcəni qoyuram 45'ə. Mənə lazımdır ki 45 dərəcəni versin. Amma kombi qalxıb gedib 58-60'a. Bilirsən ki usta, O səbəbi o problemi hələ mən 15 ildir təcrübəmdə mən onu tam aydın açıq deyə bilmirəm. fikrinizi çatdıra bilmirsiniz. Yox, fikrimi çatdırıram. Kombilər bilirsən də hamısı standart eyni işləmir. Bəli. Hə, yəni necə işləmir? Təbii ki, onun özündə reqlaq olma yeri var. Eləyirsən də. Amma belə onların da işləməyinə görə suyun düzgün gəlməlidir, qazın düzgün gəlməlidir. Mən dalım ki, gəldim bu günü mən gəldim, reqlaq qazını elədim, qazının suyunu, hər şeyini elədim, getdim. Üstündən bir 2 gün keçir, qaz azalır. Qaz azalır, ondan sonra yenə də başlayır suyun temperaturu aşağı düşməyə. Yəni bunun suyun soyuqluğu da önəm daşıyır. Məsələn, soyuq vaxtı çöldə elə su hardasa düşür, minusa düşür demək olar. Hətta donma dərəcəsinə düşür. O suyu qaldırır, 50 dərəcəyə qədər qaldırırsa, yəni bunun özü də bir böyük qaz tələbatı gedir. Yəni buna qaz tələbatı çatdırmadıqda istər-istəməz isti suyunda problem yaşayırsan. Bu problemi həll etmək olar, amma günün şərtlərinə görə də. Şəxsənə görə bəli. Çünki özün də yaxşı bilirsən. Sizin vurğuladığınız kimi ən böyük problemlərdən biri qaz problemidir. Çünki heç bir ərazidə düzgün stabil olaraq qazı verə bilmir, yəni alınmır. Yəni bu da əsasən də kombin öz radiator sisteminə də təsir edir. Məsələn, getmişik elə evə deyək ki, radiatorumun 1-2'si qızı, digərləri qız. Bu axırı kombidə alışma gedib qazın təzyiqi həddindən artıq güclü olduğuna görə həmin dərəcənin temperaturu yığır, ən yaxın radiatorlardan dövr edəcək. İsti suda Yəqin ki, sənə də sual veriləcək. O reduktor nədən yanadır? hə. Deyirəm ki, bəs bu reduktoru aldıqda, bura bağladıqdan sonra bunu tənzimləmisiniz? Yəni reqlovka vermisiniz? Söz eləməlidir. Yox, bunu öz eləməli. Amma deyirəm bu avto rejimdə deyil ki, bu mexanikidir. Görmürsünüz? Yəni burada purjun var, burada avtoyoka yeri var. Bu mexaniki, yəni əl ilə tənzimləməlidir. Olduğu yerin qaz temperaturuna əsasən. Sənə sual verilir ki, məsələn, mən özüm nə edə bilərəm burada? Ya kombidə mən necə elə bilərəm ki, bu düzəlsin? Yəqin ki, çox sual verir. Əlbəttə ki, elə usta vardı, zəng vurur. Məsələn, o gün başıma gəldi, saat arası ortalama 12'dir. Zəng vurubdu, dayanmadan 7 dəfə zəng vurub. Axırı açmışam, deyirəm, bəli, buyurun. Salam usta, deyirəm, əleykum salam. Narahat elədim, deyirəm, Biraz çox elə. belə saat gecdir daha, yəni bu saatda. İşim bu deyil. Deyirəm ki, buyurun, nə lazımdır ki? Mən kombin problem vardı.
deyirəm ki, hə, nə problemdir? Misal deyək ki, kombi öz-özünə təzyiqi qalxır gedir. Deyirəm ki, qardaş, məsələn, orada, ola bilsin doldurma ventili və yaxud eşanjördə problem var. Yox, ey qardaş, ondan deyil. Sən bir dənə kameranı aç, mən sənə göstərim. Bax gör bundadır. Biraz aydınlar haqqı. Çox gəlibdi. Yəni Eləsə olur ki, mən birini söhbət edeyim. Bu yaxınlarda yaşayır. Olduğumuz ərazidən söhbət gedir. Özü də xaricdə yaşayır. Yəni demək olar ki, Azərbaycanda çox az olur da. İndi belə götürün, mən elə fikirləşdim ki, bəzi ölkələrdə kombi çox azdır. Mərkəzi istiliklər var da. Ona nöqtə nəzərdən, məsələn, onlar da bura gələndə istəsəz kombiyə qoşanda kombi işləməyəndə çoxsu zəng vurur ki, bu işləmədi, nədən ola bilər? Deyirəm, baxıram ki, qaz aşıb bas verirdi. Deyim, evə qaz gəlir. Deyim, niyə bu qaz nə işləyir? Yəni belə gülməyim gəlir. Gülə də bilmirəm, çünki gülməli vəziyyətdir də əslində. Deyirəm, əlbəttə ki, qaz nə işləyir də. Bu kombi nəyini işləməlidir ki? Yəni bir də token işləyir, düzdür. İndi adamı səhvə çıxartmasınlar. Token işləyən də vardı, qazla işləyən vardı. dünən səhər-səhər bir tanış vardı. Yaxın adam zəng vurubdu. Şəhərdə yaşayır. Eynilə getdim. Kombisində problem vardı. Kombidə baxıram, alışma problemi verir. Deyirəm ki, bəs evə qaz gəlir. Ha, gəlir. Problem yox. Dedim, ha, heç bir şey. Mən də bombaşladım. Qaz gəlir, amma alışma getmir. Sökdüm fanı, yudum təmizlədim, far sumkasını təmizlədim, jukliyorlarını təmizlədim. Bağladım yerinə. Eynilə yenə alışma getmir. Dedim, alışdırma çubuğunda ola bilsin. Biraz da hündürdədir. Yəni o yığandan sonra düşmüşəm aşağı işə salıram ki, hə, tamam da hazırda işlədi. Yenə işləmir. Dedim, yəqin elektrod çubuğu var. Elektrod çubuğunu da far sumkaya yaxın elədim, gördüm ki, yox. Axırı bu qazı açmışam. Baxıram, yəni ölü bir təzyiq var. Yəni heç yoxdur. Atmosfer belə yox. Deyirəm, bəs bura qaz gəlmir axı. Deyir, yox. Qaz gəlir. Amma axırı bunu gedib şotçiki açmışam bütün. Baxıram görürəm bir dənə sayğacdan təkcə kombiyə verir. Evdə də yəni bu qaz evə getmir ki, yəni evdə bilsin ki, qaz gəlir, yoxsa yox. Bir dənə ancaq kombiyə. Bəzən Açmışam, axırı çağırmışam, yenə ilan. Açmışam ventilini göstərim, deyirəm bax qaz gəlmir bura. məsələn Ağşəhərdə elədir. Məsələn evlərə qaz vermirlər, amma kombilərə qaz verirlər. Bilirsən sonra. Bu heç yəni o prosesə rast gəlməmişəm. Yəni təmirdə olmuşam. Yəni o prosesə rast Çünki gəlməmişəm. orada məsəl üçün mən də yoxlamışam evdəsiz. Məsələn qaz var, deyirlər bizə evə qaz gəlmir. Məsələn onu da ondan bilmişəm. Ceyhun usta, istifadəçi kombi alarkən nələrə diqqət etməlidir? Kombi düzgün quraşdırmasında nələrə diqqət etməlidir? Məsələn, o belə deyək də, mən istifadəçi olaraq deyirəm ki, o kombi üstündə də verirlər, deyirlər bunsuz qoşsan olmaz. Zamana salmayacaq. Mən o stabilizatoru, tok tənzimləyicini almalıyam. Qaz reduktoru mənə vacibdir. Qaz reduktorunun üstünə manometr qoymağım mənim üçün vacibdir, yoxsa yox? Bunlar nə üçündür? Yəni bunları etməliyəm. Kinosda aslında baxanda kombini satan şirkət, firma, hər hansı bir satıcı onu nəyə görə sizin kombinin üstündə olmağını istəyir? Çünki ondan hamısı vacibdir, bəli. Yəni ilk olaraq vurğulayım. Yəni vacibdir. Nəyə görə vacibdir? Siz deyə bilərsiniz mənim tokum yaxşıdır. Tokunuz yaxşı ola bilər, qazınızda problem ola bilər. Stabilizator məcbur olmaya bilər, qaz reduktoru məcbur lazım ola bilər. Kombinin misal qazında da normal olan vaxtda işıqda problem ola bilər də. Yəni bilmək, işıq elə bir şeydir ki, ani oynanan bir şeydir də. Hər hansı bir şeylə. Bu kombin alarkən belə deyim də, onları mütləq almaq lazımdır. Plus da onlar məsələn yanında qaz manometri də almaq lazımdır ki, belə deyim də sizə, kombidə tutalım ki, manometr var, suyu göstərir. Bu bax gör içində biz soruşuruq da suyu var. Məsələn göstər ki, manometrdə görürük ki, var. Məsələn qazı deyirik, qazı düzdür, evdən gəlib göstərirlər. Amma manometrdə biz neçə bar olduğunu görə bilmirik. Neçə atmosfer olduğunu görə bilmirik, bilmirik. Məsələn o manometr olsa, həm bizim üçün, həm müştəri üçün daha da rahat olar. Görərik ki, məsələn bu 10 millibardır. Normal bu kombi işləməlidir. Tanış 5-dən aşağı düşübsə bu millibarda, qazın millibarı, bu işləməyəcəkdir. Yəni özümüzü yormağa ehtiyac yoxdur. Yəni faksu bu getməmişdən qabaq, yəni eləyə biləcəyimiz şeylər bunlardır. Bir də bunu vurğulamaq istəyirəm misal. Mən 550 manata da kombi tapmışam 24'lük. 24'lük 1200 manata da kombi tapmışam. İndi mən müştəriyə bunun izahını deyirəm ki, aradakı qiymət fərqi bunun keyfiyyət fərqidir. Bəli. Yəni o əsasən müştəri izah eləyə bilmirsən ki, yəni bunun fəsadları nədir? Yəni mən 550 manatlıq misal aldığım kombidə nə kimi problemlər çıxa bilər? 1200 manatlıq kombidə nə kimi problemlər çıxır? Aradakı fərq nədir? Niyə bu qədər qiymət fərqi var? Bir onu zəhmət olmasa
aradakı Əsas bilsə. aradakı fərq firmasına görədir. Bəli, yəni birinci növbədə firmasına görədir. Bazarda neçə illər olmağı, bahalığın təbii ki, məsəl üçün götürürsən ki, 30 ildir, 40 ildir bu bazarda satışı var. Özünü doğruldu. Özü doğrudur, bəli. Məsələn, ucuzlu olan təzə bazara girdiyi üçün, məsələn, ucuz satılır. O birisi, təbii ki, o birisilər də vaxtı ikən elə olubdur. İndi bunlar belə gəlir, təzə modellər, ucuzlu modellər. Bir də bizə biznesmenlərimiz bunlar gətirərkən, yəni çalışırlar ki, Azərbaycana uyğun eləsinlər. Bunu nəzərə alırlar, amma gətirdiyi kombinin detallarını çox az gətirirlər. Yəni özləri servisdə olacağı qədər gətirirlər. O da həmin kombinlərdə problemlər yaşadır. Yəni necə problemlər yaşadır? Tutalım ki, bunun platası yanıbdır, anakartı yanıbdır. Bunun öz servisində var. Tutalım ki, öz servisində də qurtarıbdır, ya çatdıra bilmir. Demək olar ki, bu plata tapılıb qoyulmalıdır da. Başqa yerdə olmadığına görə məcbur nə olur? Həmin kombi gözdən düşür. Hər hansı ya anakart olmasa hansı bir detalı olsun. Mən sənə inandırım ki, elə kombi vardır ki, illərdir burada olan kombinin detalını tapmaq, özü ən bahalı kombinin detalını tapmaq, o ən duzlu kombinin detalını tapmaqdan rahatdır. Bu o standartlara cavab vermir. Bəli. Yəni belə bir açıq bir reallıq vardır. Yəni belə danışaq da açıq bir reallıq. Yəni bu gün də bunun mən kombi almışam bir dənə deyək ki, hər hansı bir firmadan. Firma uzun illərdir burdadır. Mən bu aldığım firma 1200 manata aldığım bu kombini və yaxud 900 manata aldığım bu kombini fan motoru xarab olduqda və yaxud dövrə nasosu xarab olduqda rahat tapıb o firmanı təmin edə bilir. Adam gedib 550 manata, 500 manata və yaxud 600 manata kombi alıb gətirir. İçindəki detallara baxsan, heç biri Bazarda yox. bazarda yoxdur. Bunu mən sən Bir təzə gəlibdir. Gətirir adam inan gətirir. özün də bilərsən. Məsələn, elə bir 3 yollu təmir takım istifadə ediblər. Yəni bu kombilərin demək olar ki, deyək ki, Avropa kombilərində və yaxud türk kombilərində təmir takımları demək olar ki, standart. Standartdır, bəli. Yəni 2-3 sürədir maksimum. Həmin firmadır. Ən ucuz qiymətədir. Bu modelin bu il almışıq, ikinci modelin gələn il almışıq. İkisinki də fərqli-fərqli. Məsələn, mən bunu indi Lənkəranda yaşayıram və yaxud Tovuzda yaşayıram və yaxud Naxçıvanda yaşayıram. İndi bir almışam da, indi bunun mən heç bir şeyini tapa bilmirəm amma öz servisdə zəb qırırsan. Deyir o köhnə puskadır. Nə köhnə puskadır? Siz nə yatdınız, nə yuxu gördünüz ki? Gətirdiniz 1-2 il. 1-2 ildir də o. Köhnə puska. Ona görə biz bəzən o ucuzlu kombilər məsləhət görmürük. Yəni onda ucuzlu kombilər satan adamların xəttinə dəyməsin. Realda danış. Görən arası malın pisləyirik deyə demirəm. Sadəcə olaraq detalını tapa bilmədiyimiz üçün Şikayətimizi bildirir. bəzən Bu əslində onlar üçün böyük bir fürsətdir ki, görünən şikayətləri aradan qaldırsınlar. Əslində, yəni belə bir şey deyim də, ümumiyyətlə marketinq sistemində belə bir şey var ki, mən bir detal satıramsa, bir deyək ki, mən bu telefon satıramsa, bunun mən ehtiyat hissəsindən daha çox pul qazanıram. Adi maşın olsun, Elədir. xəstəlik olsun, bomba olsun. Yəni qardaş mən bu gətirib satdımsa, əlbəttə ki, bunun bir şey xarab olacaq da. Yəni mütləq şəkildə mən bunu ehtiyat hissəsini özüm əldə tutarsam, həm firmamın adını yüksəldəcəyəm, həm də ki, qısa hər əlçatan olacaq. Əlçatan bir şey təbii ki, ən çox tələbat görəndir. Sən bugünkü gündə deyək ki, misal deyirəm, Almaniyanın mən 3000 manata kombisini almışam. Qardaş, bunun sabah bir şey xarab oldu, mən bunu tapamıramsa, neyniyirəm 3000 manata? Elələr var, çoxdur. Yəni bizim rastımıza gəlibdi. Əlbəttə ki, Yox, bu adı marka idi, çox bahalı marka idi, Almaniyalı idi. Hansısa bir yoğuşmalı kombi idi. Fanında problem var idi, həmin fanını biz tapa bilmədik. söhbət ondan ki, yoğuşmalı. Təmir də edə bilmədik. Mənim ən çox xoşuma gələn kombilər yoğuşmalı kombilərdir. Prosta belə bir reallıq var ki, bəzi firmaların həqiqətən hər bir şeyi tapa bilirsən. Amma bəzi firmaların heç bir şey tapa bilmirsən. Qaz klapanı tapa bilmirsən. Yəni yoğuşma qazanı tapa bilmirsən, fanını tapa bilmirsən. Yəni bunların da hamısı nədir? Qışın ortasında sən Bəzi- bir gün gözləyə bilərsən, 2 gün, maksimum 3-cü gündə gedib çıxaldasan, təzəsini alıb qoyasan ki, yox istəm. Ceyhun usta, istəsəz indi əsas biraz da müştərilərin ən çox yaşadığı təmir proseslərindən danışaq, təmirlərdən danışaq. Keçək Açılışlardan, Hə. təmirlərdən kombi necə olmalıdır? algı, satqısını qoyaq kənara qoyduq, firmaları şeyləri qoyduq qırağa. İndi təmir prosesindən danışaq ki, mənim kombimi sərbaşa gələ deyir ki,
yaranan problem nədir? Gəlmisən, texniki baxış keçirmisən, yumusan, fanı təmizləmirsən, hər bir şey getmisən, deyir mənə zəmanət verə bilərsən. Deyirsən ki, nəyə? Bu kombi bir də xarab olmayacaq. Bir də xarab oldu. O amma verdiği sualdı da yani. Deyirəm, Mümkün değil ki bir xarab olmasın. tamam, deyirəm ki, mən sən kombi fanın, motorun və yaxud datçikini dəyişdirməmişəm ki. Və yaxud dövrə nasosunu dəyişsən, deyir ki, bir də xarab olmamağına zəmanət versən. Yəni adama izah edirsən ki, tamam, eyvallah, mən sənin kombi motorunu dəyişdim deyə bütün kombiyə zəmanət verə bilmirəm ki, dəyişdiyim detala zəmanət. Zaman əlbəttə. Ceyhun usta, indi biraz kombi təmirlərindən danışaq. Müştərilərin də ən çox verdiyi suallardan biri odur ki, kombimin suyu təzyiqi tez-tez düşür. Gündə bir dəfə, 2 dəfə mən suyun təzyiqini artırıram. Yəni bunun əsas səbəbi nə ilə əlaqədir? İkinci usta əsas səbəblərdən birini deyim məsəl üçün. İlk öncədən kombidə baxış edirsən də görürsən ki, kombidə su düşən yer var yoxsa yox. Su haradan su buraxan yer, sulanan yer, su olan yer var. Məsələn gördüm ki, kombidə su buraxan yeri yoxdur, qupqurudur. İkinci növbədə evdə radiatorların, pətəklərin, krantlarını, özünü, xəttini yoxlayırsan da. Yəni bunlarda da buraxan yer yoxdursa, hər şey qaydasındadırsa, heç yerdən su buraxma söhbəti yoxdursa, deməli onda gedəcək kombinin içərisinə. Kombinin içərisində Yəni istifadəçi olaraq, yəni etməsi lazım olan ilk olaraq kombi ətrafına baxmalıdır, rezonansı, radiatorları yoxlamalıdır, kombi xəttlərinin hər hansı bir yerdə sızıntı yoxdur, axıntı yoxsa, ondan sonra usta işə müraciət eləməlidir, bəli. Ondan sonra müraciət elə əslində baxanda problem varsa da müraciət eləyəcəkdir, sözsüz. Amma ilk olaraq özü baxmağı yaxşıdır. Yəni bizim gedib baxmağımız, orada problem olmamağı, hansısa problemi aradan qaldırıb çıxırıq. Amma ən azından bizim bu videomuz müştəri üçün lazım xəttləri olaraq elə oldu. Yəni qutluda yapılırsa, bəlkə heç özü əlindən haçar sıxma. Gələcəkdir, Ayın altında bəs biraz rezvadan bura. Bəli. Ondan sonraki proses kombinə əlaqəli olacaq. Ola bilər ki, raşdenli balonun havası yoxdur. Ya raşdenli balon deşikdir. Yəni onda kombiyə hava vurulan vaxtı bu yoxlanılır. Bir də hava vurma söhbəti deyəndə çox adam deyirsən ki, havası Bakı yoxdur. Məsələn müştəri deyir ki, mən hava vurmuşam da deyir. Onu su ilə vurmağı nəzərdə saxlayırıq. Yəni ondan da əlavə, yəni mən sənə inandırım ki, elə ustanın özü olubdur ki, mən getmişəm, deyirəm yoxlanılıbdır. Sən usta gəlib yoxlayıb havasını vurubdur. Havanı düzgün vurmaq qaydası var, bəli. Yəni kombini söndürüb o gedib oradan hava vurub. O elə hava vurulmur ki, kombini söndürməlisən, suyunu boşaltmalısan, o sənin içindəki balondakı suyunu boşaltmalısan, ondan sonra hava vurmalısan, yoxlamalısan ki, hava qalırmı, qalmırmı. Yəni o fərqlərdə ən çox rastlaşan şey raşdenli balon. Belə bir reallıq da var ki, bugünkü gündə bazarda həddindən artıq usta hər sahədə çoxdur. Zəif usta da, işin bilməyən usta da çoxdur. Hayır, hər peşədə var da, o peşə faydalandığı üçün biz də bundan faydalanmışıq ki, bizdə də çoxdur. Yəni onlar da bir növ elə ki, müştəriyə olan problemin biraz da hələ artırır gedir də. Bir də kombidə səs gəlir. Bağlıdır, kombini işə salmışam, səslər gəlir, gecə mən narahat oluram. Yəni bunun əsas bu səslərdən səbəb nə ola bilər ki? Əsas o səsləri düzdür, biz az belə bilirik, sən üçün sizdir də. Siz bilirsən ki, o hansı səs necə nədə problem yaradır da. Məsələn, ola bilər ki, fanda problem ola bilər, ola bilər motorda, dövrə motorunda problem ola bilər. Ola bilər dövrə motorunun içərisinə hansı bir daş, çıngıl girir, o da səs eləyir. Hava boşluğunda da o səs eləyə bilir. Məsələn, kombidə hava qalır, xış-xış səs eləyir. Ya bunları bilmək üçün müştəridən soruşuruq ki, necə bir səs gəlir? O bizə məsələn bəzən olur ki, çıxarda bilmirlər səsi. Yəni bayağı da izah elə, yuxarı, kombinin yuxarısından gəlir. Deyirlər aşağısından gəlir, yuxarısından gəlir. Ya da video deyirlər asırlar baxmağa, düzdür. Bəzən videoda keçmək olmur o səsləri. Təxmini olaraq bilirsən ki, nədən yaranır da səsi. Ən çox da problemlər nədən olur? Fanda olur, çox tozlanmadan, neçə illərini yuyulmamağından, ya həmin sahədə inşaat
sektorunda işləyənlər toz torpaqdan həmin binada olan toz torpağa yığışıb fanın üstünə. Heç elə olur ki, 1 il çəkmir, toz torpaq yaradır. Motorun səsi, motor da səs eləyir. Məsələn, motor dağılanda içindən xar-xar səs eləyir. Belə bir şey deyil. Hava Bax, düşəndə Məsələn, ustanın gəlib baxıb bu fan dəyişilməlidir dediyi fanı mən gedib baxıb yuyub təmizləyib yerinə qoymuşam, bir qram səs gəlmir. belə mən də onu sayıram da. Yəni əsas problemlər deyirəm sizə ki, onlar yuyulası şeylərdir. Amma motorda olan səsi mütləq ki, dəyişmək lazımdır. Motor bilirsən də. Hə, əsasən də o bilo motorlarında kanka, yəni səs gəldisə, bunun da alternativini fikirləşmək lazımdır, dəyişmək lazımdır. Məsələn, bayaq bir usta yoldaşım bir video qoyubdu. Baxıram, Ariston kombisidir. Deyir ki, burada səhv nədir? Səhv nədir burada? Baxıram, görürəm ki, ilk olaraq vizual olaraq baxıram, axı o firmanın kombilərin hamısında Vilodur dövrən nasosу. İstilik də düzgün paylanmır. Grundfos dövrən nasos qoyubdur. Biri sağa dönür, biri sola dönür. İstiqamət. Hə. Yəni o şeylər də, yəni bir çıxış yolu deyil də. Yəni Daha sonra o videolarda marka adı çəkmək istəmirəm aslında. Video zaten standartdır deyə mən Standart deyirəm. ya, Çünki hə. kombidə 2 dənə. Bir dənə olmuş, Hə. bir Grundfos. Vilo ilə bir Grundfosdur. Onlarda məsələn bazılarında istiqamətdə də fərq var ha, məsələn videolarda. Video motorlarında 2 cür istiqamət də vardı. Yəqin ki O qarşıma çıxır. Amma kombilərdə ən çox mənim standart olaraq baxıram görürəm, yəni bir istiqamətdə. Grundfosundan əks istiqamətdədir. Bəli. Yəni Grundfosu biz o dövrə nasosun kombiyə qoyduğumuz zaman mənim fikrimcə, zənnimcə istiliyi də düzgün ola bilmərik. Kombidə qaynama da tez-tez gedə bilər. Yəni belə doğrusu odur ki, hər şey Məcbur cəhətdən olmadığım müddətdə qoymaq olar. Yəni elə o dediyin o motorların bəzi istiqamətinə görə əsas şikayət gəlir nədir? Mən kombini açıram, əsasən də yay vaxtı, yəni bu çox yayğın olur, qışda o qədər bilmirlər. İsti suda hamama girirəm, duşu alandan çıxandan sonra görürəm bütün radiatorlar qızıb. elə olmalıdır da. Sən adam elə deyir ki, ikisi bir yerdə işləyir, amma elə olmalıdır. Özündə belə fikirləşək də. Çünki ikisi bir yerdə işləyən kombilər var. Yox, mən ikisini bir yerdə düzgün başa düşmədim mən. Yaydır, mən kombimi keçirmişəm yay rejiminə, günəş. Mən girirəm duşa, Görünür, bildin mi? və çıxdıqda görürəm ki, radiatorlar qızıb. Yəni və istilik suda istədiyim o istilikdə deyil. Yəni bunun səbəbi nədir? Səbəbi onun birinci növbədə üçyönlü vanadır. Yəni üçyönlü vana dediyimiz yay rejimindən qış rejiminə keçirən bir krant deyək sizə. Hələ bir krank Yəni, olur. krant. Belə roller ilə krant deyək. Yəni o krantda problem olanda yay rejimində işləyən vaxtı radiatora da verir. Çünki orada klapanda problem olur. 2 kanallı ikisi də açıq qalır. Açıq qaldığı üçün onda isti su, istiliyin yarısı radiatora gedir, yarısı suyun bal esencürü gedir. Ona görə də həm isti suda problem yaşayırsan, həm radiatorda problem yaşayırsan. Onun lazımdır ki, təmir eləmək ya da dəyişmək. Bir də indi hərdən zəng gəlirdi. Alo, usta, mən kombimə radiator antifriz vurmaq istəyirəm. Buna nə deyirsiz? Nə məsləhət görürsünüz? Antifriz vuracağam. Vuracağam. Onsuz yəni bu niyyətə başdan vuracağam. Köşkünə qoyur. Mənim fikrimi də soruşur, amma axırda nöqtəni qoyur da ki, mən vuracağam. Dedim Nə bir qədər dəfədən soruşum, görüm nə qədər var. Nə qədər? Olur, hələ zəllər çox gəlir. Mən əsasən də hələ verilən suallara başqa cür cavab verirəm. Çünki antifriz radiator üçün deyil. Mən öz fikrimi deyirəm. Antifriz radiator üçün deyil. Çünki antifriz isinmə qabiliyyəti çox çətin olur da. Yəni dalım ki 1 litr suyu qoy qaynasın, bir də antifriz 1 litr suyu antifrizi qoy qaynasın. Qaysan görəsən ki, antifriz gec qaynayır. Su ondan tez qaynayır. Məncə qatılığında da fərq var. Əlbəttə, yəni o da sözsüz elədir. Antifriz bəzi yerlərdə su duzlu olan yerlərdə nisbətən az qatıb duzlaşma olmasın deyə radiatoru qorumaq, eləmək olar. Bir də ki, o soyuq olan yerlərdə bağlarda zətdə, hansısa rayonlarda, dağ yerlərində, soyuq olan yerlərdə ona görə o antifrizi vururlar ki, ev orada olmadığı müddətdə donub partlamasın. Yəni Bakı şəhərində yəni rayonlarda, yəni soyuq olmayan yerlərdə ehtiyac Ehtiyac yox. yoxdur. Çünki qaz sərfiyyatında da çox fərq eləyəcəkdir.
əlbəttə ki, belə deyək ki, kombinin içindəki ana şinjor olsun, bala şinjor olsun. Əsasən də bala şinjorun o pərdəciklər də ayrı. Biri var ki, suya görə hesablanmış yüngül Və məhlula görə hesablanır. Bir də var qatı. Qatı olduğuna görə istər-istəməz, yəni kombi naqruzkada işləyəcək. mən də ki, bilirsən, antifriz kombidə bəzi detalları da aradan çıxardır. Məsələn, sarnikləri. Əlbəttə ki. Yəni maşın deyil də, maşını ona niyə tökürlər? Qaynama olmasın deyə. Bu kombidir. Maşınla kombi ayrı salmaq lazımdır. Bir də yəni belə bir deyim vardı. Deyim var deyirkən, yəni həddindən artıq çox sual verirlər getsin. Usta, mən kombimi yuxarıdan aşağıya qoşum, yəni radiatoru nəzərdə tuturam. Radiatoru yuxarıdan girsin, aşağıdan çıxsın, yoxsa aşağıdan aşağıda deyək ki, istilik yaxşı olur. Yəni bu haqda dəhşət çox söhbətlər gedir. Yəni mən bir dəfə getdim, xaricdə bir mola getmişdim. Biz deyirik indi aşağıdan aşağıya konkret istilik. Adam yuxarıdan yuxarıya qoymuşdu. Öz böyük divar boyda radiator idi. Hər tərəfdə qapqaynar. Yəni bunun bir açıqlamasını versəz, bugünkü standartlara görə bizim evlərdə radiator bağlantısı sizin zəntinizdə yəni nə cür olmalıdır? Qlobal problemdir. Yəni mən eləsini də görmüşəm, beləsini görmüşəm. Hər bir halda qızıbdır radiator. Çünki əsas çəkiliş qaydası düzgün olmalıdır. Mənə elə gəlir ki, ya aşağıdan verim, yuxarıdan verim. Düzdür, çəkiliş qaydalarına biraz riayət eləmək lazımdır. O da məsələn aşağıdan olanı da görmüşük, yuxarıdan olanı da görmüşük, sağ-sol olanı da görmüşük. Bir tərəfdə, bir istiqamətdə olanı da görmüşük. Mən sana o sual verirlər, deyirlər niyə ikisi də bir tərəfdəndir? Mən belə suala cavab verirəm ki, məsələn ev remont olunan vaxtı sən o radiatoru qoya bilmədiyə görə, yəni radiator sayını artırmaq məsələsinə görə ikisi də bir tərəfdən verilir. Sən gələcəkdə istəsən ki, radiatoru artırmağa rahat şəkildə artıra bilirsən. Qızmağında da normal qızır. Yəni mən əsasən də məsləhət görürəm ki, çalışasan ki, 10-dan 15 dəqiqədən artıq radiatora əlavə eləməyəsən. Çünki qızmasında çətinlik yaradır. Ola bilər dövriyyə motorların güclü olar, o yaxşı olar. Amma məsələn 24-lük kombiyə gətirib 20 dənə seksiyanı dalbadala qoysan çətinlik yaradacaqdır. İstəsən aşağıdan qoy, istəsən yuxarıdan qoş, nətər qoşsan qoş. Mən öz fikrimcə o çətinlik olacaqdır. Çalışırsan ki, maksimum 15 ədədinə bu radiatorun sonlandırasan. Podkastın sonlandırasan. Sonlandırasan, bəli. Bu yaxşı. İndi Mən sənə bir dənə ki, bilmirəm, santexnik sayəsində nə dərəcədə bilirsən, onu bilmək istəyirəm. Məsələn, tamam ki, panel radiatoru var, bir də seksiya radiatorlar var. Sən məsəl üçün hansını məsləhət görürsən? məsələn müştəri mənə zəng vurur, deyir ki, misal deyək ki, o gün bir dua zəng vurub deyir, bacıoğlu, mən də radiator almaq istəyirəm. Nə məsləhət görürsən? Bu dilim olanlardan alım, yoxsa paneldən al? Deyirəm, dayı, evə görünüş, dizayn istəyirsənsə dilimdən al, evində istilik istəyirsənsə panel radiatora. Deyir, bacıoğlu, mən istilik istəyirəm, nə edirəm dizaynı? Yəni mən o sualı verənlərə mən iki formada. Deyirəm, dizayn istəyirsənsə dilimdən alasan, amma evində istilik istəyirsənsə, düzgün istilik istəyirsənsə, mən öz evimdə də panel radiator qoymuşam hamısı. Yəni panel radiator konkret tələbat olunan istiliyi, yəni göstəricisinin nəticəsi onu da verir. Amma dilim olanlarda düzgün deyil. Yəni onlar da necə dedik kombi kimi O çəkisinə görə fərq edir. fərq edir. Normal standartda 10 dənə diliyim 1 metr olmalıdır. Amma indiki bugünkü gündə gedək bazara 12 dənəsi 1 metr gəlir. Sevən usta, gəl belə bir şey eləyək. Məsələn, bizim bu videomuzu kim izləyirsə, o bizim bu videomuzu bəyənən, kanalımıza abunə olan və şərh yazan bir 2 nəfər seçək, 2 nəfər təsadüfən seçək və onun kombisinə illik texniki baxışı ödənişsiz həyata keçirək. Nə deyirsən bu mövzuda? Mən razıyam. Bizə belə bir dəstək olan insana texniki baxışı eləməyə hazırıq. Bunun üçün nə etməlidirlər? Təsadüfi olaraq seçəcəyik. 2 nəfər olacaq. Usta üçün servisi ayrıdır, məndə ayrıdır Ceyhun usta. Nəhərəmizə 2 məsəl üçün Gəlib elə ki, texniki baxışım tam ödənişsiz həyata keçirsə. Bu gün mənim fikrimcə yetəri qədər kombinin təmiri və kombi sisteminin çəkişi, kombi almaqdan, yəni yarana biləcək problemlərin çoxundan danışdıq. Mənim fikrimcə, yəni əgər belə bir şey eləyək, biz bu videonun altında
gələn video üçün, gələn bizim inşallah gələn həftə çəkilişimiz üçün bizə burada yazsınlar ki, şərhlərdə kimin hər hansı bir problemi vardısa, ən çox rastlaşdığı problem nələrdir? Bizə yazsınlar. Biz həmin şəxslərin inşallah gələn həftə videoda geniş və izahlı cavablarını verək. Yəni yaranan problemlərin həlli haqqında danışaq. Nə deyirsən bu mövzuda? Olar. O da olar. Yaxşı fikirdir. Şərhlərdə verilən suallara görə biz cavablandıra bilərik. Biz sizin üçün hazırıq da hər bir şey eləməyə. Onda belə bir şey deyək də. Unutmayaq ki, istilik sisteminə göstərilən texniki baxış qışda rahatçılığın açarıdır da. Yəni ki, rahat bir şəkildə yəni siz istiyinə təmin olunursunuz. Ona görə illik texniki baxış keçirməyi unutma deyək müştərilərə. Onu da dinləyicilərimizə təşəkkür edirik. Gələn podkast videomuzda kombilərdə ən çox yaranan nasazlıqları müştərilərin özlərinin yazdığı şərhlərlə, özlərinin verdiyi suallarla inşallah özləri üçün videonu çəkəcəyik. Bunun üçün kanalımıza abunə olub şərh yazmağı, videolarda şərh yazmağı unutmasınlar. Təşəkkürlər. Sağ olun.